Füzulunda mən qaçqın düşəndə 14 yaşım var idi. Hal-hazırda 3 evladla qayıtmışam Füzuliyə. Füzulini çox bərbad vəziyyətində görmüşdük. Bugünkü gündə hal-hazırda şükürlər olsun Allaha, hər şey abadlaşır, gözəlləşir Cənab Prezidentimizin sayəsində. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bugünkü gün mən məşğulluğa müraciət eləmişəm və mənim özümü də Füzuli Beynəlxalq Hava Limanında yanğında mühafizə xidmətinin avtomobilində sürücü kimi işə təyin ediblər, imtahanları verib keçmişəm. Oğlumun 22 yaşı var, oğluma da məşğulluq tərəfindən avadanlıq verilib, hal-hazırda Füzulidə bərbər kimi çalışır. Biz bura gələndə Füzuli çox xarabalıq gündə idi. Bugünkü gün hal-hazırda bu cür böyük beynəlxalq hava limanımız var və günü-gündən Füzuli gözəlləşir, əhalimiz də çoxalır, şükürlər olsun Allaha. Dövlətimiz də hər birimizə yaxşı işləri təqdim edirlər, şükürlər olsun Allaha işləyirik. Bu günü bizə yaşatdıqları üçün Cənab Prezidentimizə Allah can sağlığı versin, şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə də can sağlığı versin.